linkini atacağım. Və keçək dərsimizə. Üzr istəyirəm bir dəqiqə. Mən bunu burada qoyum, siz üçün baxasınız. Yəni, bugünkü mövzumuzun adı Horvath Gardnerin çox növlü intellekt nəzəriyyəsidir ki, şəkillə də baxaq və görünür yəqin ki, yox? Görünür Leyla müəllimə. Aha. Bir də demək istəyirəm ki, bugünkü mövzumuz nədir? Hər biriniz bilirsiniz, qrupa da atmışdım. Horvath İnstitutunun Universitetinin professoru Gardner tərəfindən irəli sürülmüş çox şaxəli intellekt nəzəriyyəsinin nəzərdən keçirəcəyi və bu nəzəriyyənin niyə məhz tərbiyəçilər bilməlidir, bizə bu lazımdırmı deyə belə bir suala cavab verəcəyindir. Ki, hər bir uşaq bu nəzəriyyəyə əsas mahiyyəti ondan ibarətdir ki, hər bir uşaq eyni cür öyrənə bilmir. Biraz dırnaq arası desək, eyni cür ağıllı deyil. Yəni, zəka təkcə oxumaq, yazmaq, hesablamaqla ölçülmür, xeyr. Və Gardner burada göstərirdi ki, hər bir uşaqda müxtəlif növ intellektlər mövcuddur və intellektlər fərqli şəkildə inkişaf eləyir. Hamısında eyni cürə inkişaf eləyə bilməz. Və bu yanaşma da bizə uşaqlara zəif və ya güclü kimi yox, fərqli potensiala malik insanlar, fərdlər kimi baxmağa bizi sövq eləyir bu nəzəriyyə. Ki, bunun əhəmiyyəti nədən ibarətdir tərbiyəçi üçün? Bu nəzəriyyəni bilmək çox vacibdir. Yəni, tərbiyəçi nə edir? Hər bir uşağın fərdi öyrənmə yolunu anlayır ki, bu yazanda yaxşı öyrənir, yaxud oxuyanda, yaxud eşidəndə, yaxud görəndə. Sonra tərbiyəçi daha yaxşı anlayır ki, təlimi maraqlı və müxtəlif üsullarla təşkil eləsin, uşaqların güclü tərəflərini üzə çıxarsın, özünə inam zəif, yəni uşaqlar var ki, özlərinə inamları zəifdir. Özünə inamı zəif olan uşaqları daha başqa sayılır. Tam ki, riyaziyyatı bu bilmir, qorxu çəkinir, amma rəsmi gözəl bacarır. Deməli, rəsmin vasitəsilə mən uşaqlarda bax, bu riyaziyyata maraq oyada bilərəm. Və nəticə etibarilə bir təkrar edirəm ki, bu nəzəriyyənin əsas məğzi nədən ibarətdir fəlsəfəsi ki, sən nə qədər ağıllısan, yox sualı səhvdir. Yəni, sən hansı yolla ağıllısan, belə deyək də, sualına doğru cavab verən bir nəzəriyyədir. Yəni, ənənəvi yanaşma yalnız nə edirdi? Bilik verirdik, dil bacarığını, hesablamanı öyrədirdik, daha çox proqramı, daha çox bilik yönümlü təlim idi. Amma Gardner, mikrofonları bağlayırıq, Gardner sübut etdi ki, intellekt vahid deyil, hər bir insanda fərqli intellekt var, bir neçə intellekt ola bilər. Və indi, məsələn, belə bir misal gətirim, bir uşaq, məsələn, qrupda bütün yoldaşları ilə münasibət qura bilir, danışa bilir, söhbət eləyə bilir, həm də mahnı oxumağı sevir, həm də rəqs eləyəndə birinci ən gözəl hərəkətləri o yerinə yetirə bilir eyni anda. Deməli, bir uşaqda 3 intellekt növü aktivdir. Və yaxud da ki, müəllimə deyir ki, filan kəs gəl, nağılı danış, fərqli uşaqlardan biri, hə? O nağılı da danışır, səhnələşdirir, jest mimikası ilə o nağılın ifadə, sənə nə var, çərə gedirəm, çoğa onu ifadəsini də verə bilirsə, deməli, bu uşaqda nə var? Həm nağıl danışırsa, sözlərlə ifadə edirsə, verbal lingvistik var, həm jest mimikadan istifadə edirsə, bədən kinestiki var, həm belə deyək, yaxşı əlaqə qura bilirsə, öz fikirlərini ifadə eləyə bilirsə, burada sosial bacarıqlar, interpersonal intellekti var və s. Yəni, bir sözlə demək istəyir ki, var Gardner, intellektlər tək-tək yox,
birlikdə işləyir, birlikdə inkişaf eləyir. Müəllim də hansı zəifdirsə, onu yavaş-yavaş inkişaf elətdirir. İndi isə gəlin, bu 8 intellekt nəzəriyyəsində 8 intellekt göstərilib. Sonradan bir intellekt də necə deyilir, kəşf olunub, amma bu heç də o demək deyil ki, hələ bu 9 ilə də kifayət. Çünki bu dəqiqə elə bir əsrdir ki, bacarıq əsridir, intellekt əsridir, daha doğrusu internet, sosial şəbəkələrdə daha çox internet əsri olduğu üçün bəlkə də daha bir yeni intellekt öyrəniləcək. Bugün isə biz bu 9 intellektə nəzər salacağıq. Sözü verirəm həmkarım Nurlanə xanıma, o sizə intellektlərin 4-ünü, 5-ini izah edəcək, qalanlarını da mən izah edəcəyəm. Bir şey də vurğulayım, yaddan çıxmasın qızlar. Bəzi qeydlər özünüz üçün eləyin, nə üçün? Sonda bir 10-12 test eləyəcəyik ki, görək siz bizi nə qədər dərəcədə dinləmişsiniz və necə anlamısınız. Bu qədər. Nurlan xanım, buyur. Axşamınız xeyir xanımlar. Xoş gördük hər birisi. Yəni biz bu təlimləri təşkil etməklə belə bir missiya üzərimizə götürdük ki, belə bir təlimlər təşkil etməklə sizə qarşıda gələn sertifikasiya qiymətləndirilməsində, eləcə də MEQ imtahanlarında iştirak edəcək tələbələrimizə kömək olaq, dəstək olaq. Qruplara biz suallar yazırıq ki, ən çox maraqlandıran sizi hansıdır? Yəni, hansı mövzular daha çox istərdiniz ki? İndi elə mövzular var ki, onlar internetdə, saytlarda daha çox işıqlandırılıblar. Artıq onlar daha çox əl çatandır. Amma elə mövzular var ki, onlar biraz çünki çətindir. Yəni, onlar situativ şəkildə düşəndə sizə testlərdə biraz sizə ayırt etməkdə çətinlik yaradır. Gardner'ində çox növlü inkişaf nəzəriyyəsi baxdıqda, yəni onu öyrədəndə bəzi müdavimlərə asan gəlir ki, bu nəzəriyyələrin ən asanıdır. Heç də elə deyil, müəllimələr. Onu situativ salanda çox yəni çətin olur ki, bu məkan vizualdır, bədən kinestetikdir. Yəni situativ salanda onu seçmək çətindir. Belə biz desək ki, hə də verbal lingvistik daha çox sözlərlə danışmağı xoşlayandır, yazı yazmağı xoşlayandır. Bu biraz tərifi kimi olur. Amma onları situasiya tipli testə salanda çətin olur. Və bəzi müraciətlərə görə biz bugün bu mövzuya müraciət etdik. Başlayaq elə verbal lingvistik intellektdən. Mən görüntünü bağlayıram, yəni daha rahat danışmaq üçün. Düzdür, mən belə də rahat, amma görüntünü bağlayım ki, bəlkə ola bilər kimsə yazmaq istəyir, yazsın, yəni özünə qeydlər istəyir. Deməli, başlayaq verbal lingvistik intellektdən. Nədir verbal lingvistik? Bilirsiniz ki, verbal, ümumiyyətlə bir söz kimi, bir anlayış kimi sözlər deməkdir. Qeyri-verbal, sözsüz, verbal isə sözlü deməkdir. Yəni, verbal lingvistik məhz elə sözlərlə, dil vasitəsilə biliklərin əldə edilməsidir. Bu şəxslər, yəni bu intellekt tipinə malik olan şəxslər, ümumiyyətlə bu intellekt tipləri o demək deyir ki, bir şəxsiyyətdə, bir uşaqda yalnız biri dominantdır. Biri də ola bilər, ikisi də ola bilər, üçü də ola bilər. Yəni, biri üstünlük təşkil etmir. Bir neçəsi üstünlük təşkil edə bilər. Baxaq, verbal lingvistik intellekt. Kimlərdir bunlar? Bax, lingvistik intellekt fikirlərini şifahi və ya yazılı şəkildə ifadə etmək üçün dildən ustalıqla istifadə etmək bacarığıdır.
Bu intellekt tipinə sahib olan insanlarda adətən natiqlikdir, səlis nitq müşahidə olunur. Sonra bunların beyin yaddaşı çox güclü olur, müxtəlif dillərdə sözlərdir, tarixi hadisələrin təfərrüatlarıdır. Sonra bu hadisələrin baş vermə tarixidir, termindir, onların mənasıdır. Sonra yazılı, şifahi məlumatları daha yaxşı yadda saxlayırlar. Məhz bu tipə malik olan şəxslər. Bunların sevimli fəaliyyəti nə olur bəs? Yaradıcı yazılar, kitab oxumaq, məqalə yazmaq, hekayələr uydurmaq, danışmaq. Yəni bu uşaqlar yaradıcı nağılları daha yaxşı qurub danışırlar. Danışarkən yumurdan istifadə edirlər. Sonra müzakirədə, məsələn, müzakirə iş üsulu var. Siz ondan istifadə edirsiniz. Problemli vəziyyət yaradırsınız. Müzakirə iş üsulu orada, yəni tətbiq edirsiniz. Bunları, bu iş üsullarından ustalıqla istifadə edən uşaqlar hansı intellektə sahibdirlər? Verbal, lingvistik. Yəni bunları sözlə izah etmək, söz oyunları oynamaq, sonra yazılı qeydlər etmək, yeni sözlər kəşf etmək, şeir, sonra tərcümə etmək, bax bunlar üçün çox rahatdır. Yəni özlərini çox rahat hiss edirlər. Məhz bu yəni intellekt tipinə sahib olan insanlar arasında yazıçılar çoxdur. Jurnalistlər çoxdur, sonra hüquqşünasdır, tərcüməçidir, müəllimlər özləridir, ictimai natiqlərdir, aparıcı jurnalistlər. Bax, bunlar daha çox, yəni üstünlük təşkil edirlər. Məsələn, baxaq biz bir bağça daxilində, yəni görək, məsələn, müəllimə bir sehirli çanta oyunu oynayır. Çantadan çıxan oyuncaq haqqında uşaqlara tapşırır ki, hərə bir hekayə və yaxud da bir nağıl danışsın. Sözsüz ki, bax bu halda, bu situasiyada hansı uşaq daha çox nağıl danışacaq, hansı uşaq daha çox hekayə quracaq? Sözsüz ki, verbal, lingvistik zəkaya sahib olan uşaqlar. Və yaxud da tərbiyəçi şəkil kartları ilə ardıcıl hekayə qurma yəni onlara tapşırır. Şəkillər düzür, deyir ki, bunlara aid ardıcıl bir hekayə qurun. Bax, bu hansı uşaqlara daha rahatdır? Verbal, lingvistik intellektə sahib olan uşaqlara. Sonra, məsələn, hər hansısa bir qəhrəmanı deyir ki, tərbiyəçi o qəhrəmanın sözlərini deyin siz, nağılı oxuyur, sonra deyir ki, onun sözlərini deyin. Hansı uşaq deyəcək? Sözsüz ki, verbal lingvistik. Və yaxud da səhər dairəsidir, səhər görüşüdür. Uşaqları dairəvi otturmusunuz. Uşaqlardan biri əlini qaldırır, yəni siz nağıl danışırsınız, tərbiyəçi əlini qaldırıb deyir, müəllimə, olar bu nağılın sonunu mən başqa cür danışım, olar. Bax, bu uşaq hansı intellekt tipinə sahibdir? Hansı daha çox dominantdır? Verbal, lingvistik. Yəni o nağılın davamını özü qurur, özü personajlara ad verir. Bax, bu verbal, lingvistik intellektdir. Digər intellektimiz, müəllimələr, məkan vizual intellektdir. Nədir məkan vizual intellekti? Bunlar hansı, yəni öz üstünlükləri var bu intellektin. Vizual məkan intellekti insanlar, bu intellektə sahib olan insanlar görərək daha yaxşı öyrənirlər. Görərək. Gördükləri uzun zaman yaddaşlarında qalır. Yolun istiqamətini daha yaxşı yadda saxlayırlar. Harasa səyahət edəndə ətrafa baxırlar, yəni avtomatik olaraq ətrafa baxırlar və o həmən məkan məlumatlarını yadda saxlayırlar. Bir ildən, 2 ildən sonra da yenə həmən yerə, həmən məkana getsələr, çox rahatlıqla tapa bilirlər. Bax, bu məkan vizual intellektidir. Sonra bu uşaqlar
quraşdırmadır, dizayndır, modeldir, rəsm keçməkdir, rəngləməkdir, parçalarla işdir, kertiyojlardır. Bax, bunlar məkan vüzualdır. Sonra puzzle'larla işləmək, plastilinlə işləmək və xəritədən istifadə etmək. Bunlar hamısı məkan vüzual intellektinə aiddir. Məsələn, uşaq məşğələ zamanı öyrəndiyi fiqurlardan istifadə edərək quracağı konstruksiyanı xəyalında canlandırır. Belə bir situasiya var. Burada, bax, bu uşaq hansı intellekt tipinə sahibdir? Və yaxud da uşaq kubik, rubiki düzəltmək üçün lazım olan o qayda ki var, alqoritm, onu beynində canlandıraraq icra edir. Yəni, o kubik, rubiki düzəldir. Bu hansı intellektdir, müəllimələr? Məkan vizual intellektdir. Sonra məkan vizual intellektdə, yəni, məsələn, məşğələdir, tərbiyəçi, uşaqlara təbiətlə bağlı, uşaqların işləyəcəyi rəsmi keçməmişdən əvvəl onun vacib elementlərini təsəvvürlərində canlandırmağı tapşırır. Və uşaq, burada bəzi uşaqlar daha yaxşı canlandırırlar. Onlar hansı tipə malikdirlər? Məkan vizual. Bəzən belə situativ suallarda müdavimlər çaşırlar. Çünki burada eşidirlər ki, təbiətlə bağlı keçəcəyi rəsmi keçməmişdən əvvəl. Təbiət sözünü görən kimi naturalisti götürürlər. Yox, tələsmək lazım deyil. Tərbiyəçi ona deyir ki, o rəsmi işləməm, təbiətlə bağlı rəsmi işləməmişdən əvvəl onun vacib elementlərini təsəvvürünüzə canlandırın, gözünüzün önünə gətirin. Bax, burada nə olur? Məkan, vizual intellekt olur, müəllimələr. Sonra, bax, bir dənə də sizə misal deyəcəm. Məsələn, uşaq söz ehtiyatı ilə, yəni uşaqlar var ki, dil qabiliyyəti ilə, söz ehtiyatı ilə seçilir də, hər bir uşaq fərqlidir axı, inkişaf səviyyəsi. Maraqlı nağıllar danışır, yaradıcı nağıllar danışır, sonra müxtəlif səhnələrə aid şəkillər keçir, həmən nağıllara aid şəkillər keçir. Bax, bu uşaqda hansı intellekt tipi daha güclüdür? Bu uşaqda bir intellekt tipi güclü deyil. Bu uşaqda iki intellekt tipi güclüdür. Həm verbal, lingvistik intellekt, çünki o maraqlı nağıllar danışır, hekayələr qurur və ona aid də şəkillər keçməyi çox xoşlayır. Yəni, gözün önünə gətirir. Həm də məkan, vizual intellekt. Yəni, bu situasiyada uşaqda hər iki intellektin yüksək olduğu bildirilir. Digər intellektimiz məntiqi riyazi intellektdir. Yəni, riyaziyyatı yaxşı bilənlər, məntiqlə gözəl, yəni nəticə çıxardanlar, səbəb-nəticə əlaqəsini gözəl, yəni ayırd edənlər, dinləyib anlamağı bacaranlar, induktiv düşüncə tərzi, deduktiv düşüncə tərzi, məhz bunlarda güclüdür. Sonra maraq dairələri genişdir, yaxşı müqayisə apara bilirlər, sonra əlaqələr qura bilirlər, problemləri həll edə bilirlər. Yəni, problemi niyə həll edə bilir? Çünki onu məntiqi cəhətdən təhlil edə bilir. Problemi elmi cəhətdən araşdıra bilir, tənqidi mülahizələr yürüdür, məntiqi ardıcılığı müəyyən edir. Məsələn, uşaqdır, suyun təbiətdə dövranını biz verək, hə? Onu necə gözəl o orada ayırd edə bilir ki, o su necə əmələ gəlir, yağış necə yaranır. Bax, bunlar nədir? Məntiqi riyazi intellektdir. Həm eyni zamanda tənlikləri gözəl bilir, riyazi hesablamaları gözəl bilir. Tərbiyəçi nə etməlidir? Tərbiyəçi hansı vasitələrdən istifadə etməlidir? Tapmacalardan çox istifadə etməlidir. Problemli situasiyalar yaratmalıdır. Bunlar hamısı məntiqi riyazi intellektin inkişafına, üzə çıxarılmasına səbəb olan yanaşmalardır. Yəni, məntiqi riyazi intellekti olan uşaqlar
Yəni bunlar böyüyəndə daha çox alim, riyaziyyatçı, sonra kompüter proqramçısı, mühəndis, sonra biz adətən buxalter deyirik, yəni mühasib olurlar. Yəni bunlar rəqəmləri sevən uşaqlardır. Səbəb nəticə əlaqələrini bilən, ayırd edən uşaqlardır. Yəni bunlarda ən çox nədir? Məntiqlə düşünmə. Sonra biz baxaq digər hansı tipimizə, məntiqi riyazi tipdən sonra baxaq biz musiqili ritmik intellekt tipinə. Musiqili ritmik intellekt tipi ilə adından göründüyü kimi musiqini daha çox sevənlərdir, sözsüz. Sonra ritmi yaxşı tutanlardır, güclü musiqi zəkasına malik insanlardır, musiqiyə yüksək qiymət verəndə, yəni yalnız musiqiçilər aid deyil ki, musiqiçi olmayan insanlar da var, gözəl musiqi duyumu var, musiqinin, yəni musiqidən dərin emosional bir təsir ala bilirlər, musiqini incəliklərinə qədər dərk edə bilirlər bunlar. Yəni bu şəxslərin arasından təbii ki, bəstəkardır, müğənnidir, musiqi müəllimidir, dirijordur. Bunlar daha çox olur bu tipin arasından. Deməli, riyazi düsturu və ya xarici dildəki sözləri yadda saxlamaq üçün onlara uyğun kiçik bir rep və ya ritmik nəğmə bəstələyə bilər bu şəxslər. Bax, burada görürsünüz, neçə dənə intellekt tipi var. Həm məntiqi riyazi var, həm verbal lingvistik var, həm də musiqili ritmik intellekt var. Ona görə də vurğulanır ki, heç vaxt yalnız bir şəxsdə və yaxud da bir uşaqda bir intellekt tipi güclü olmur. Məsələn, uşaqlardan biri bloklarla qüllə qurur. Qüllə yıxılır və deyir, uşaq özü-özünə deyir, yəni egosentrik nitqi ilə, özü-özünə deyir, mən səhv elədim, mən gərək böyük kubu aşağı qoyaydım, mən böyük kubu aşağı qoysam, o yıxılmaz və o təzəldən başlayır qülləni qurmağa, işini təkrar etməyə və düzgün nəticəyə gəlir. Burada uşaq neynədir? Səbəb nəticəni əlaqələndirə bildi. Yəni, nəticə onun qülləsinin yıxılması idi. Onun səbəbini o görə bildi ki, səbəbi onu kubun ölçülərinə görə düzgün yığmamasıdır. Bax, bu məntiqi riyazi intellektdir. Digər intellektimizə baxaq müəllimələr. Digər intellektimiz naturalist intellekt. Naturalist intellekt, yəni adından göründüyü kimi buna təbiət intellekti deyirlər, canlılardır, bitkilərdir, təbiətlə maraqlananlardır da. Bu tipə xas olan xarakteri xüsusiyyətlər nədir? Bu şəxslər təbiətlə daha çox uyğunlaşırlar. Ətraf mühiti araşdırırlar. Bitki, heyvan növləri, yəni flora, fauna haqqında məlumat əldə etməyə çalışırlar. Bu uşaqlar böyüyəndə məktəbdə botanikadır, biologiyadır, zoologiya kimi fənlərə daha çox maraq göstərirlər. Yəni təbiətlə heç bir əlaqəsi olmayan onlar üçün naməlum mövzuları öyrənməyi heç də sevmirlər. Tərbiyəçi neynəməlidir? Bitki, heyvanlar, onlara aid materialdır, videodur, təbiətdə gəzintidir. Sonra açıq havada öyrənmək üçün şərait yaratmalıdır. Yəni bu istiqamətdə işlərə daha çox üstünlük verməlidir. Təbiət müşahidəsinə üstünlük verməlidir. Sonra uşaqlarla təbiətdə əmək, yəni toxum əkmə işidir, sonra uşaqlarla yarpaq, müəyyən o təbiət materialına kolleksiya yığmaq, bax bu işlərə üstünlük verməlidir. Yəni gəzinti saatlarını maraqlı keçirtmək, sonra təbiət boyuna ekskursiyalar eləmək, bax bunlara üstünlük verməlidir. Yəni uşaq həyətdə yarpağı yığır və öz-özünə deyir, bu yarpaq quruyub, bu isə təzədir, başlayır digər yarpaqları yığmağa. Bu uşaqda maraq var, yəni təbiətə maraq var, təbiətin obyektlərinə maraq var. Sonra da başlayır onları rənginə görə ayırmağa.
Bu hansı intellekt tipidir? Naturalist intellekt tipidir. Yəni təbiətdə gəzintini çox sevənlərdir. Akvariumda, zooparkdır. Onlara yəni gəzintiyə getməyi xoşlayanlardır bu uşaqlar. Və baxaq digər intellektimizə. Kifayətdir. Mən indi davam edeyim. Maşallah, hamısını gözəl izah elədim. İndi keçək növbəti intellektdə. Burada da şəkildə həmin intellektləri sonra soruşacağım. Görün bunları tapa biləcəksiniz yoxsa yox. Növbəti intellektin adı qızlar bədən kinestikdir. Bədən. Yəni bu növ intellekt güclü inkişaf etdiyi insanlarda və yaxud da uşaqlarda əsasən özünü hərəkətlə ifadə edir, bədənləri ilə. Hərəkətlər, müxtəlif mimikalar vasitəsilə oyunlar, emosiyalarını göstərir, fikirlərini rahat şəkildə hərəkətləri ilə bildirir. Tez-tez edərək öyrənirlər, nəyisə edərək, iş görərək bir iş. Zehni və bədəninin yüksək koordinasiyası, bağlayın mikrofonları. Bədən kinestik intellektli insanlara xasdır ki, bax bu uşaqlar bədənlərini yaxşı idarə edə bilirlər, nəzarət edə bilirlər, müvazinətlərini yaxşı saxlaya bilirlər, hərəkətlərini gözəl rəqs edirlər və onların bacarıqları bir uğur qazanmaq yolunda çalışırlar və nəticədə istədiklərinə nail olurlar. Uzun müddət bir yerdə hərəkətsiz qala bilmirlər, otura bilmirlər. Bəzən müəllimələr də ki, abala otur da, niyə tez-tez hoppanırsan? Yəni, artıq bunun özündən asılı olmur. Bu intellektə malik uşaqlardır ki, məsələn, bədəninə tam nəzarət edir, əl işlərində, məsələn, balaca şey nəyisə, düzdür, əl işləri burada kiçik motor bacarığıdır. Amma yenə də burada işləri gözəl məharətlə yerinə yetirə bilir. Baxın, deyirik ki, bədən kinestik, yəni əl hərəkətləri ilə. Amma deyir, misal burada göstərir ki, cərrahın çox həssas bir əməliyyatı dəqiqliklə yerinə yetirməsi bədən kinestikdir. Yəni, o öz bədənini, öz hərəkətini istədiyi kimi neyini idarə eləyə bilir. Və yaxud da ki, bir rəqqasın hərəkətləri və yaxud da ki, o sirkdə o janglyor dilləri, o şeyləri atır tutur belə bir-birinin ardıca tez atır, o dəqiqədə tuta bilir. Bax, bu nədir? Bədən kinestik malik olan şəxslərdir ki, daima hərəkətdədir, öyrəndiyi şeyi mütləq toxunmalıdır, hiss etməlidir, bədənin hərəkətləri ilə ya qaçmalı, tullanmalı, nəsə bir hərəkət eləməlidir. Burada tərbiyəçinin fəaliyyəti nədən ibarət ola bilər sizcə? Yəni, müəllimə də görür ki, bu uşaqda daha çox hərəkətlə bağlıdır. Buna hərəkətli oyunlar verə bilər. İdman estafetlərində bunu daha çox əsas rolları buna verə bilər. Və hər hansı bir peşəni və yaxud da ki, heyvanları, məsələn, bu uşaqlar qəşəng danışmadan pantomimaları ilə göstərə bilər, pələngi, heyvanı danışmır, amma onun hərəkətlərini çox gözəl surətdə göstərə bilər. Yəni, uzun sözün qısası, bədən kinestik malik olan İnsanlar kimlərdir? Və yaxud dediyim kimi idmançılar, rəqqaslar, cərrahlar, janglyorlar, indi onu Azərbaycanca bilmirəm, janglyor, o atırı tutur əşyaları. Və əlbəttə ki, nə dedik? Burada mimikaları göstərə bilirsə, heyvanların sözsüz ifadə eləyə bilirsə, nə edə bilər müəllim? Onlar üçün qəşəng oyunlar, pantomima ilə tez-tez oyunlar təşkil eləyə bilər ki, uşaq da həmin o intellekti daha da inkişaf etmiş olsun. Növbəti intellektimizin adı, xanımlar, bunu yadınızda saxlayın, şəxslər arası və yaxud da ki, buna interpersonal və yaxud da ki, buna sosial intellekt deyirlər. Sosial nədir? Yəni, bu insanlar nəyi bacarır? Xoşlayırlar. Diqqət mərkəzində olsunlar, ünsiyyət qursunlar, söhbət eləsinlər, liderlik bacarığı. Yəni, burada sosiallaşma nədir? Kimlənsə ünsiyyət qura bilir də, kənarda tək qala bilmir. Daima qrupda olsun, nəsə bir iş görsün, hamıya kömək eləsin, dəstək olsun. Yəni, bilikləri insanlarla bəzən ünsiyyət vasitəsilə də ala bilir. Bu cür uşaqlar
öz üz ifadələrini, səs templərini, səs tonunu, jestlərini, bunlar da incəliklərlə hiss edir. Məsələn, görür ki, filan kəs oturub, deyir ki, ay Əli, sənə nə olub bu günləri? Onun artıq üzünün mimikasından oxudu ki, Əlinin əhvalı yoxdur. O baxımdan, bax, belə uşaqlar kimlərdir? Daha çox sosial uşaqlardır, daha çox bu uşaqlarla iş üsulu məşğələdə təşkil eləyəndə, cütlərlə iş üsulunda, qruplarla iş üsulunda bunları daha çox nəticə verirlər. Uşaqlar bax bu iş üsullarında işləyəndə daha çox gözəl qavrayışları yaxşı olur, mövzuları yaxşı mənimsəyə bilirlər. Yəni hər kəslə tez dil tapan uşaqlardır, belə deyək. Yəni o deyir ki, ünsiyyətçildir, bax belə. Və komanda daxilində işləməyi də çox xoşlayırlar. Deməli, hansı intellektə malik uşaqlar oldu, insanlar oldu, şəxslər arası intellekt və yaxud da ki, buna interpersonal. Amma tam bunun əksi olaraq intrapersonal və ya şəxsiyyət daxili və yaxud da ki, fərd daxili intellektdə var ki, artıq burada bu şəxs özünün daxili hisslərinə, öz daxili dəyərlərinə, inanclarına, düşünmə potensialına inanır, özünə qapanır tez-tez. Bu intellekti güclü olmuş uşaqlar, bu intellekti inkişaf etmiş uşaqlar öz, belə deyək də, üstün cəhətlərini, mənfi cəhətlərini bilir. Sadəcə olaraq bir də görsən, bir yarışda haradasa məğlub oldu, gedib oturub bir sakit bir küncdə başlayır düşünməyə ki, harada məğlub oldu, nə üçün mən, nə edeyim ki, mən yenidən məğlub olmaq üçün nələri, elə bir ki, sanki bir onu analiz eləyir, düşünür. Və əlbəttə ki, bunlarda özünü qiymətləndirmə qabiliyyəti ilə seçilir belə uşaqlar, daha çox tək başına oynamağı sevirlər, öz duyğularını, öz istəklərini çox yaxşı bilirlər, biraz sakit və öz aləmində olurlar da, belə deyək. Məsələn, dediyim kimi də bir uğursuzluğa əgər qapılırlarsa, ruhdan düşmürlər ha. Sadəcə olaraq öz səhvini analiz edib, yenidən işə başlaya bilirlər. Amma əgər şəxslər arası, əgər bu sosialı desə isə, onlar da əgər haradasa bir yarışda qalib gəlməyibsə, uğursuzluğa məruz qalıbsa, o da gedib tez yoldaşları ilə deyəcək, darıxmayın, onlara tez motivasiya verəcək, onları yenidən yarışa sövq eləyəcək, heç nə olmaz, darıxmayın, bax belə bir, bu tamam, amma bu isə özü-özünə sadəcə olaraq dəstək olacaq, özünü idarə eləyə bilməyi bacarır belə bir uşaqlar və belə uşaqlarla tərbiyəçi nə etməlidir? Uşağa müstəqil seçim hüququ verməlidir. Yəni, onun fərdi işləməsi üçün bir sakit bir güşə, məsələn, tamirasını çəkmək istəyirsə, onun üçün sakit bir güşə yaratmalıdır. Sən bugün özünü necə hiss eləyirsən deyə ona sual versin. Uşaq da desin ki, ay müəllimə, olar mən get, otur, sakit. Onun üçün bir şərait, bir güşə yaratsın. Çünki bu tipli suallar tez-tez ona vermək lazımdır ki, onun daxili dünyasını ifadə etmək üçün bir şərait yaradaq, görək nə istəyir. Özü gəlib deməyəcək, rəsm çəkmək istəyirəm. Amma siz ona müraciət istəyiniz ki, bax, bugün sən özünü necə istəyirsən, nə etmək istərdin? Onda artıq o sizə öz fikrini deyəcək. Və sonuncu bir intellekt növümüz qaldı. Bu da existensal. Yəni, bu həyatın mənasını dərk etmək kimi anlama gətirir. Bu intellekt növü insanın öz varlığı, həyatının mənası, ölüm, kainat, bütün bax belə sonsuzluq kimi fikirləri düşünən bir insanlar, düşünən bir uşaqlar. Yəni, tərbiyəçi anlayır ki, uşağın bəziləri, məsələn, belə qəribə suallar verir ki, mən böyüyəndə mən, səncə, siz də balaca olanda nə edirdiniz və yaxud da ki, insanlar öləndə niyə ölürlər, nə üçün günəş belə olur, insanlar öləndə onlar hara gedirlər, ulduzlar niyə göydən yerə yıxılmırlar və s. Yəni, çox belə qəribə suallarla
düşündürücü, dərindən düşünən, yəni fəlsəfi düşünən uşaqlardır, insanlardır. Yəni burada məhz insanın görünməyən, toxunulmayan, belə deyək də, amma varlığının hiss olunan böyük bir həqiqətləri anlamağa çalışır. Niyə bu belədir? Nə üçün belə oldu? Niyə göydən ulduzlar düşmür? Niyə yağış yağdı və s. Yəni bu bağlayın zəhmət olmasa mikrofonlarınızı. Aha. Deməli nə dedik biz? Ki mütləq şəxslər arası dedik ki, kimlər ola bilər? Psixoloqlar, diplomatlar, meneclər, tərbiyəçi müəllimlər də uşaqları görən kimi onları o dəqiqə bilir ki, əhvalı böyük yoxdur. Onları hiss eləyir, duyur, onlardan dil tapa bilir və şəxs daxili, fərd daxili kimlər ola bilər? Filosoflar, yazıçılar, nəzəriyyəçilər, liderlər. Yəni bu uşaqlar nə dedi? Özlərinin güclü tərəflərini çox yaxşı bilirlər, tək başına oynamağı sevirlər, öz dünyalarını, öz istəyini çox yaxşı bilirlər və dedik, eksistensal uşaqlar, insanlar isə kimlər ola bilər sizcə? Kosmonavtlar ola bilər, filosoflar, ilahiyyatçılar ola bilər, nəzəriyyəçilər ola bilər. Çünki bunlar niyə sualına ən dərin qatlarını enmək istəyirlər. Yəni dərin suallar vermək, dünyanı necə yaranıb, heyvanlar da bizim kimi görəsən düşünə bilirmi kimi belə suallar onları həmişə düşündürür. Ki, əlbəttə ki, müəllimi belə olanda nə edə bilər? Tez-tez maraqlı söhbətlər təşkil edə bilər, kosmosla bağlı, planetlərlə bağlı və yaxud da ki, məsələn, toxumun bitkiyə necə çevrildiyini hamı onu kiçik müzakirələrlə təşkil edə bilər və yaxud onu təcrübə kimi apara bilərlər ki, toxum idi, birdən-birə böyük bir bitkiyə çevrildi. Və yaxud da ki, xəyali səyahətlər edə bilər. Uşaqlar, əgər siz bir görünməz bir sehirkar olsaydınız, hara gedərdiniz və yaxud nə eləyərdiniz? Bax, belə suallar, belə fikirlər, belə oyunlar vasitəsilə uşaqlarda həmin o fəlsəfi hekayələri, fəlsəfi düşüncələri inkişaf etdirə bilər tərbiyəçi. Və sonda bir misal gətirim situasiya ilə, situativ bir sual deyim qızlar sizə ki, görüm tapa biləcəksiniz. Məsələn, müəllim uşaqlara şir və dovşan nağılını danışır. Sonra da uşaqların birinə deyir ki, nağılı danış və necə bacarırsan söylə. Uşaq da gəlir, ayağa qalxır, nağılı danışıqda dovşan obrazına gələndə hoppanır, şir olanda səsini dəyişir, mimikasını çevirir, o rola girir və fikrini ifadə eləyir. Sizcə bu uşaqda hansı intellektlər müşahidə olundu? Kim cavab verir deyə? Müəllimə deyim müəllimə. Buyurun, badam müəllimə. Verbal lingvistik, bir də ki, bədən kinestetik. Aha. Sosial da var burada, bəli. Yəni, burada biz nə dedik? Uşağın fikirlərinə tək-tək bir intellekt kimi baxmırıq. Görürsünüz, Gardner düz deyib ki, onlar bir dənə intellekt ola bilməz uşaqda. Bir neçə intellekt bir yerdə ola bilər. Biri üstünlük təşkil edə bilər, Nurlan müəllimə, dominantlıq da, yəni üstünlük təşkil edə bilər. O birisiləri də biz yavaş-yavaş gətirib, biraz da buna çatdıra bilərik də. Və yaxud da ki, digər bir situasiya dinləyək. Məsələn, uşaqlarla birlikdə müəllimə bağçada müəyyən bir bitkini gətirir, əkir. Bu əkəndən sonra, bu fəaliyyəti təşkil ediləndən sonra yəni uşaqlar gəlirlər, torpağa toxunurlar, toxumu əkirlər, bitkilərə qulluq edirlər, nəhayət də ki, müəyyən bənda bir nəticəyə gəlirlər. Sizcə burada təbiətlə işləyən uşaqlar, bitkiləri tanıyan uşaqlar, müşahidə edən uşaqlar hansı intellekt sahibi oldular? Naturalist. Doğru. Əgər uşaqlarda ünsiyyət qurdular, bitki haqqında danışdılar, fikirlərini söylədilər. Hansı intellekt oldu?
Verbal lingvistik. Digər uşaqlarla da ünsiyyət qurdular. Sosiallaşdılar. Bunlar interpersonal oldu, bəli. Bir də ki, məsələn, uşaqlar dedilər ki, bu necə oldu? Nətər oldu? Təbiət necə oldu ki? Yəni, bu cücərti necə böyüdü? Təbiət nə üçün belə olur? Bu təbiətin mənası görəsən nədir? Necə olur bunu inkişaf elətdirir, böyüdür və s. Belə suallar verirlərsə, hansı intellekt? Doğru. Yəni, bir fikir söyləmək istəyirəm yekun olaraq ki, bu yadınızda qalsın. Uşaq danışarkən təkcə danışmır. O eyni anda düşünür, hiss edir və bədəni ifadə edir. Ümumiyyətlə, bu dəqiqə alimlər, dünya alimləri hamısı qənaətə gəlib ki, uşağın əsas öyrənmə dili hərəkətdir. Uşaq nə qədər çox hərəkətdə olursa, daha yaxşı inkişaf edir deyirlər alimlər. O baxımdan da biz də çalışaq ki, uşaqlarımızı hərəkət eləməyə, düşünməyə, fikir söyləməyə, mübahisələr eləməyə, sövq eləyək, düşündürücü sualları verək, nə deyirlər buna? Provoktiv suallar, yəni provokasiya sözündən götürürlər, rus dilindən götürsə. Yəni uşağa niyə belə oldu? Leyla belə dedi, bir dəqiqə dayanın, o dəqiqə demə, hə, düzdürdün, afərin yox. Leyla belə dedi, uşaqlar cavab verdi. Görə indi Nurlan'a necə düşünür? Nurlan mənim fikrini alandan sonra deyir ki, yox, gəl indi Arzunu da dinləyə görə, indi Arzu nə demək istəyir? Beləcə biz uşaqlarda müxtəlif fikir söyləmək, bir-birini təkrar eləməmək, hər şeyə öz münasibətini bildirmək bacarığını beləcə, çünki uşaqlarımız gəlin etiraf eləyək, danışa bilmirlər, fikir söyləyə bilmirlər. Çünki biz onları o danışmağı sövq elətdirməyi bacarmalıyıq. Və bu baxımdan da mütləqdir ki, biz bilməliyik ki, uşağın intellekti hansı intellektdir. Onu da necə edə bilərik? Müşahidələrlə və söylədiyimiz bu keyfiyyətlər hansı uşaqda varsa, aha, deməli bu naturalistdir, aha, bu keyfiyyətlər bunda varsa, deməli bu interpersonaldır və s. və ilaxır. Beləcə, dediklərimizi yekunlaşdırırıq nə ilə? Testlə görək, nə qədər dərəcədə mənimsədiniz, nə qədər dərəcədə bizi yaxşı diqqətlə dinlədiniz. İndi test